Bu tip xəbərləri qaçırmamaq üçün kanalımıza abunə olun. Azərbaycanda hava şəraiti ilə bağlı ətraflı proqnozu diqqətinizə təqdim edirik. Bugün ölkə ərazisində hava şəraiti ümumilikdə dəyişkən buludlu keçəcək. Bəzi bölgələrdə gün ərzində günəşli fasilələr müşahidə olunsa da, xüsusilə günün ikinci yarısından etibarən atmosferdə qeyri-sabitlik artacaq. Bu isə ayrı-ayrı rayonlarda yağıntıların düşməsinə səbəb ola bilər. Paytaxt Bakı və Abşeron yarımadasında hava əsasən buludlu olacaq. Səhər saatlarında nisbətən sakit hava şəraiti hökm sürsə də, günorta və axşam saatlarında küləyin sürətində artım müşahidə olunacaq. Şimal-qərb küləyi arabir güclənəcək. Temperatur gecə saatlarında 10-13 dərəcə, gündüz isə 17-21 dərəcə arasında dəyişəcək. Rütubət səviyyəsi isə orta göstəricilərdə qalacaq. Azərbaycanın şimal bölgələrində, xüsusilə Qubadlı-Qusar və Xaçmaz rayonlarında hava şəraiti gün ərzində daha dəyişkən olacaq. Səhər saatlarında açıq hava müşahidə olunsa da, günortadan sonra buludlanma artacaq və bəzi ərazilərdə qısa müddətli yağış ehtimalı var. Dağlıq ərazilərdə isə yağışın daha intensiv olacağı gözlənilir. Temperatur gecə 6-10 dərəcə, gündüz isə 14-18 dərəcə arasında dəyişəcək. Qərb bölgələrində Gəncə, Daşkəsən və ətraf rayonlarda hava əsasən buludlu keçəcək. Günün ikinci yarısında bəzi yerlərdə şimşək çaxacağı və qısa müddətli yağış yağacağı ehtimal olunur. Külək əsasən mülayim olacaq, lakin bəzi anlarda güclənə bilər. Temperatur gecə 8-12 dərəcə, gündüz isə 8-22 dərəcə təşkil edəcək. Cənub bölgəsində Lənkəran, Astara və Masallı rayonlarında rütubətli hava şəraiti üstünlüyü təşkil edəcək. Gün ərzində arabir yağış yağacağı ehtimalı var. Bu bölgədə dənizdən gələn rütubətli hava kütlələri səbəbindən buludlu hava daha uzun müddət davam edə bilər. Temperatur gecə 12-15 dərəcə, gündüz isə 18-22 dərəcə arasında dəyişəcək. Mərkəzi Aran rayonlarında Yevlax, Mingəçevir, Bərdə və ətraf ərazilərdə hava nisbətən sabit olacaq. Gün ərzində günəşli hava üstünlük təşkil etsə də, axşam saatlarına doğru buludlanma arta bilər. Yağıntı ehtimalı aşağıdır. Temperatur gecə 9-13 dərəcə, gündüz isə 20-25 dərəcə təşkil edəcək. Dağlıq və Dahatəyə rayonlarda Şəki, Zaqatala, Qəbələ və digər ərazilərdə hava şəraiti daha qeyri-sabit olacaq. Günün ikinci yarısında şimşək çaxması, leysan xarakterli yağış və bəzi yerlərdə dolu düşməsi ehtimal edilir. Bu ərazilərdə yaşayan və ya səfər planlaşdıran şəxslərin ehtiyatlı olması tövsiyə olunur. Temperatur gecə 5-9 dərəcə, gündüz isə 13-17 dərəcə arasında dəyişəcək. Ümumilikdə 27 aprel tarixində Azərbaycan ərazisində hava şəraiti dəyişkən və bəzi bölgələrdə yağıntılı keçəcək. Xüsusilə günün ikinci yarısında baş verə biləcək qısa müddətli yağış və külək güclənməsi gündəlik planlara təsir göstərə bilər. Sürücülərə və açıq havada fəaliyyət göstərən şəxslərə diqqətli olmaları, hava şəraitindəki dəyişiklikləri nəzərə almaları tövsiyə olunur. Dağlıq ərazilərdə isə hava şəraitinin qəfil dəyişməsi ehtimalı daha yüksək olduğundan əlavə ehtiyat tədbirləri görülməsi vacibdir. Bu 27 aprel 2026-cı il üçün Azərbaycan üzrə geniş hava proqnozu idi. Hava şəraitindən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.